أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم والحمد لله رب العالمين وصلى الله على محمد وآل محمد الأئمة والمهديين وسلم تسليما. السلام عليكم ورحمة الله وبركاته. Bu gecə mənə qoşulduğunuz üçün təşəkkür edirəm və bu gecə inşallah üzərində işlədiyimiz bu seriyada Hermesin başqa bir xütbəsini nəzərdən keçirəcəyimiz möhtəşəm bir müzakirəmiz var. Və bu gecəki söhbət həqiqətən bir çox ləl-cəvahiratla doludur. Ona görə də istəyirəm ki, diqqətli olasınız və başa düşəsiniz. Bu 9-cu xütbədir və düşüncə və hiss haqqında adlanır. Belə ki, o düşüncə üçün başına və ağzına işarə edir. Beləliklə o, Hermesin bu sözləri ilə başlayır. Mən dünən sənə mükəmməl xütbə verdim, Asklepios. Bugün davam olaraq hiss haqqındakı təlimi addım-addım nəzərdən keçirməyi doğru hesab edirəm. İndi insanlar deyirlər ki, hiss və düşüncə fərqlidir. Hiss və ya qavrayış fiziki şeylərlə, düşüncə isə qeyri-maddi reallıqlarla əlaqəlidir. Lakin mənə görə ən azından insanlarda onlar həqiqətən birləşiblər və o qədər də fərqli deyillər. Digər canlı məxluqlarda hiss təbiətin özünə bağlıdır, lakin insanlarda hiss düşüncəyə bağlıdır. Beləliklə, bir şeyi hiss etmədən düşünə bilməzsiniz. Bir şeyi qavramadan düşünə bilməzsiniz. Bir şey haqqında düşünməyin nəticəsi olmadan o şeyi qavraya bilməzsiniz. Onlar bir-birinə bağlıdırlar. Lakin Allah uluhiyyətdən fərqli olduğu kimi, ağıl da düşüncədən fərqlidir. Uluhiyyət Allahdan gəlir, eyni şəkildə düşüncə də ağıldan gəlir. Beləliklə, hiss və düşüncə bir olanda birləşib. Onlar bərabərdir, onlar insanlarda həqiqətən ayrı ola bilməzlər. Lakin düşüncə ağıldan olduqca fərqlidir. Çünki uluhiyyət Allahdan doğulduğu kimi, düşüncə də ağıldan doğulur. Düşüncə sözün bacısıdır. Düşüncə və söz bir-biri üçün vasitədir. Söz düşüncə olmadan deyilə bilməz. Və düşüncə söz olmadan özünü göstərə bilməz. Başa düşürsünüz? Bu nə deməkdir? Bu o deməkdir ki, sahib olduğunuz hər hansı bir düşüncə reallığa çevrilmir. O söz vasitəsilə deyilənə qədər maddiləşmir. Söz düşüncəni reallığa çevirir. Beləliklə, insanlarda hiss və düşüncə birlikdə cərəyan edir. Bir-birinə sarmaşmış şəkildədir. Siz müəyyən növ hiss etmə prosesi olmadan həqiqətən düşünə bilməzsiniz və müəyyən növ düşünmə olmadan həqiqətən hiss edə bilməzsiniz. İnsanlar deyirlər ki, kimsə röyalar və yuxular görəndə olduğu kimi, hiss olmadan da düşünmək olar. Lakin mənə görə hətta yuxularda da hər ikisi fəaliyyətdə olur. Ağıl düşünür və bir növ daxili hiss etmə aktiv olur. Hiss öz oyanıq rejimindən yuxu rejiminə keçir və sonra yenidən geri qayıdır. Və bunun sübutu odur ki, siz yuxu görürsünüz və oyanırsınız. Özünüzü pis hiss edirsiniz və ya qorxmuş hiss edirsiniz, yaxud tər içindəsiniz. Otaqda kimin başına gəlib ki, əvvəllər yıxıldığı və ya yaralandığı bir yuxu görüb və ya oyananda qolu və ya yaralandığı yer bu reallıqda həqiqətən ağrıyıb. Beləliklə, onlar bir-biri ilə əlaqəlidir. Hiss öz oyanıq rejimindən yuxu rejiminə keçir və sonra yenidən geri qayıdır. İnsan ruh və bədənə bölünür. Yalnız hissin hər iki tərəfi, ruhun və bədənin tərəfləri. Ortaq məxrəcə gəldikdə, ağlın düşüncəsi nitqdə ifadəsini tapır. Bütün düşüncələri quran ağıldır. O, Allahdan toxumlar aldıqda yaxşı düşüncələr qurur. Şeytanlardan və ya daimonlardan, ruhlardan toxumlar aldıqda isə əksini qurur. İndi bu vacibdir, çünki bu o deməkdir ki, sahib ola biləcəyiniz bütün düşüncələrin heç biri orijinal deyil. Heç biri. Heç biri sizdən gəlmir. Hamısı ya Allahdan gəlir və Allah sizə yalnız yaxşı düşüncələr, müsbət düşüncələr verəcək, ya da kiminsə haqqında pis bir düşüncə ilə oyanırsınız. Narahat hiss edirsiniz, pis hiss edirsiniz. Bu şər bir ruhdur, bu bir şeytandır. Bu ikisini ayırmaq olduqca asandır.
kainatın heç bir hissəsi ruhlardan azad deyil. Hər yerdə ruhlar var. Onlar səssizcə Allahın nuru ilə işıqlanan daimona, yəni insan ruhuna sızırlar. İndi xatırlayın, Sokrat deyərdi ki, mənim yanımda bir daimon var və o bir şeytanı nəzərdə tutmurdu. Demon ilə daimon arasında fərq var. Daimon ruha istinad edən qədim bir sözdür və demon sözü ondan törəyib. Lakin burada biz ruhlardan danışırıq. Sizə pis düşüncələr verən Allah olmayan ruhlardır. Allahın ruhu təkdir və onun əmri ilə əməl edən mələklər sizə yaxşı düşüncələr verirlər və onlar hər yerdədirlər. Onlar səssizcə daimona Allahın nuru ilə işıqlanan ruhunuza sızırlar və orada öz fəaliyyətlərinin toxumunu əkirlər. Beləliklə bu ruhlar daim iş başındadırlar. Kiçik toxum torbaları ilə insanların başlarının üstündə süzürlər. Bütün gün ərzində onların içinə toxum atırlar. Kiçik düşüncələr, kiçik toxumlar ki, onlar bunların xüsusi təsirlər üçün ağaclara çevriləcəyini ümid edirlər. Və siz bundan xəbərdar olmalısınız. Sonra ağıl bu toxumları qəbul edir və ağaclar zina, qətl, valideynləri öldürmək, küfür, dinsizlik, bir insanı boğaraq öldürmək, insanları uçurumlardan atmaq kimi şeylər və şər ruhlardan gələn bütün digər bu kimi əməlləri meydana gətirir. Allahdan gələn toxumlar sayca daha azdır. Biz daim pis toxumların bombardımanına məruz qalırıq. Allahın bizə göndərdiyi hər bir kiçik, yaxşı toxum üçün hər gün başımıza atılan və ya əkilən təxminən 10 pis toxum var. Allahdan gələn toxumlar sayca azdır, lakin onlar geniş, gözəl və xeyirlidir. Fəzilət özünə hakim olmaq və sədaqətdir. Sədaqət Allahın elmidir və ya mərifətdir. Kim Allahı həqiqətən tanıyırsa, bütün yaxşı şeylərlə dolaraq kütlənin adi düşüncələri kimi deyil, ilahi düşüncələr düşünür. Bu həqiqətən vacibdir, çünki bu bir sınaqdır. Siz özünüzü sınaya bilərsiniz. Siz harada dayandığınızı bilə bilərsiniz. Çünki əgər Allahı həqiqətən tanısaydınız, ətrafda pis düşüncələrlə gəzməzdiniz. Ətrafda negativliklə gəzməzdiniz. Ətrafda qəzəbli, nifrət dolu və insanlar haqqında pis danışaraq gəzməzdiniz. Siz insanların qalanının adi düşüncələri kimi deyil, ilahi olan müsbət düşüncələr düşünərdiniz. Now, İndi buna görə də mərifətə sahib olanlar, bu dərəcəyə çatanlar çoxluğun xoşuna gəlmir və çoxluq da onların xoşuna gəlmir. Çünki düşüncələri çox fərqlidir. Siz müsbət bir şey düşünməyə çalışırsınız. Ətrafınızda isə hər zaman mənfi düşünən nə qədər insan var. Beləliklə onlar sizi başa düşə bilmirlər, siz də onları başa düşə bilmirsiniz və çoxluq onların xoşuna gəlmir. Mərifət sahibləri dəli hesab edilirlər. Necə ki, hədisdə deyilir ki, qaimin səhabələri yer üzünün insanlarının gözündə dəlidirlər. Çünki ilahi düşüncələrə sahibdirlər, elə deyilmi? Halbuki yer üzünün insanları şeytani düşüncələrə sahibdirlər və bu səbəbdən onlar dəli hesab edilirlər. Onlar lağa qoyulur, onlara nifrət edilir. Yuxarıdan aşağı baxılır və bəzən onlar hətta öldürülürlər. Çünki biz demişdik ki, şər yer üzündə mövcud olmalıdır. Çünki yer onun uyğun məkanıdır. Həftül Şərifdə yadınıza gəlirmi? İmam Sadiqdən soruşurlar. Niyə yer üzündə bu qədər çox şeytan, bu qədər az mömin var? O dedi, çünki möminlərin çoxu yüksəldilər, buradan çıxdılar, ucaldılar və buranı tərk etdilər. Yerin məkanı şər məkanıdır. Şər bura, yer üzünə aiddir. Bəzi insanların hörmətsizcə iddia etdiyi kimi bütövlükdə kainata deyil. Lakin Allaha sadiq olan kəs mərifəti daddıqdan sonra hər şeyə dözəcək, həqiqi mərifətə sahib olan insanın hər hansı bir şeyə dözməklə bağlı problemi yoxdur. Belə bir insan üçün hər şey, hətta başqaları üçün pis olanlar belə, onun üçün yaxşıya çevrilir. O qəsdən hər şeyi mərifətə bağlayır. Və bu ən heyrətamiz şeydir. Pisliyi yaxşılığa yalnız o çevirə bilər. Necə ki, İmam Hüseyn əleyhissalam Kərbəlada dayanarkən dedi, əgər Məhəmməd Peyğəmbərin sallallahu aleyhi və alihin
dini mənim ölümümdən başqa cür dirçələ bilməyəcəksə, o zaman gəlin, ey qılınclar, doğrayın məni. Beləliklə o ölümü özünün və ailəsinin şəhadətini əslində Allahdan gələn yaxşı bir şey kimi təfsir edir. Görür, çünki bu bir məqsədə xidmət edir. O, körpə Abdullahın qanını göyə atır və deyir, əgər bu səni razı salırsa ey Rəbb, o zaman tam razı olana qədər al. Qoy yenidən hiss haqqındakı təlimə, logosa qayıdım. İnsanların mən hissi, həm də düşüncəni paylaşması səbəbindəndir ki, onlar həqiqətən insandırlar. Lakin dediyim kimi, heç də hər insan düşüncədən faydalanmır. İnsanın bir növü maddi, digəri isə cövhəridir. İki növ insan var. Maddi insan, dünya ilə və gözlərinin görə bildiyi şeylərlə maraqlanan insan və axirətlə, mənəviyyatla, Allahla maraqlanan insan. Maddi insan dediyim kimi pis olanla əlaqələnir. Dünyanı sevən insanın başı avtomatik olaraq hər zaman mənfiliklə dolu olur. O, bununla maraqlanır. Sən dünyanı sevirsənsə, deməli, pis düşüncəli insanlardan birisən. Xoşladığın budur və maraq dairən budur. Belə insan həmişə negativdir və o, düşüncə toxumlarını daim onlardan götürür. Quranda deyilən kimi, bir-birinə vəhy edən şeytanlar, cövhəri insan, mənəvi insan xeyr ilə əlaqələnir və sonda Allah tərəfindən həmişə xilas edilir. Allah hər şeyin yaradıcısıdır və öz yaratmasında o, nəticədə hər şeyi özünə bənzətmək üçün formalaşdırır. Onlar öz fəaliyyətləri vasitəsilə yaxşı olma prosesində olsalar da, hələ də tamamlanmamış şeylərdir. Xatırlayın, Allah xeyirdir. O, mütləq xeyirdir. O, bütün digər şeylər üçün mütləq xeyri istəyir. Beləliklə, yaratdığı bütün o şeylərin son məqsədi onun surətində kamilləşməkdir. Çünki o istəyir ki, onlar onun kimi kamil olsunlar. Kosmik gedişatın hərəkəti onların olmasını təşkil edir. O, bəzilərini şərlə ləkələyir, digərlərini isə xeyirlə paklaşdırır. Çünki kosmosun özü Asklepios öz hissinə və düşüncəsinə sahibdir. Yəni, kosmos, kainat canlıdır. O, canlı bir varlıqdır. Onun qavrayışı var və o qavrayır və həmçinin düşünür. O, insanlardakı kimi deyil, o daha az çeşidlidir. Lakin bir növ daha yaxşı və daha sadədir. Kosmosun yeganə hissi və düşüncəsi budur. Hər şeyi yaratmaq və hər şeyi yenidən özünə çəkmək. O, Allahın iradəsinin alətidir. O, elə tənzimlənib ki, Allahdan hər toxumu qəbul edərək və onları öz daxilində saxlayaraq onların hamısını görünən hala gətirir və sonra onları əridir və yenidən təzələyir. Həyatın yaxşı bir bağbanı kimi o ərimiş, həll olmuş şeyləri geri özünə götürür və sonra onlara bir daha təzə həyat verir. Yəni, kosmos orada olan və şumlayan, daim toxum səpən, bitkiləri üzə çıxaran, sonra bitkiləri biçən və sonra toxumları yenidən istifadə edərək bir daha əkən bir əkinçi kimidir. Bu nümunədən kənar kosmos həmçinin bir gəlinlə müqayisə edilə bilər. Sanki Allah elə bir gəlin formalaşdırır ki, onun hamilə qalması üçün öz toxumunu, öz düşüncələrini onun daxilinə yerləşdirir. Və buna görə də bəzi nümunələrdə İsa'nın kilsəni və ya cəmaatı Allahın gəlini ilə müqayisə etdiyini görürsünüz, elə deyilmi? Kosmosun həyat vermədiyi heç bir şey yoxdur. O, hər şeyi özünə alır və eynilə bir ana rəhmi kimi onları yaşadır. O, eyni zamanda həm həyat məkanıdır, həm də onun yaradıcısıdır. Maddədən hazırlanmış cismani şeylər çox və müxtəlifdir. Bəzi bədənlər əsasən torpaqdan, bəziləri sudan, bəziləri havadan, bəziləri isə oddan yaranıb. Bütün insanlar da belədir və buna görə də görürsünüz ki, insanların şəxsiyyətləri fərqli təbiətə malikdir. Bəzi insanların daxilində daha çox od var, digərləri su kimi mülayimdir, bəziləri hava kimidirlər. Çox təhrik edicidirlər. Biraz odun üstünə üfürürlər və vəziyyəti həqiqətən alovlandıra bilirlər. Onlar hamısı qarışıq varlıqlardır. Bəziləri daha mürəkkəb, bəziləri daha sadədir.
Daha ağır bədənlər daha çox qarışıqdır. Yüngül olanlar isə daha az. Siz heç filankəs yelbeyindir deyimini eşitmisinizmi? Hə. Çoxsaylı doğum növlərini meydana gətirən kosmik gedişatın sürətidir. Çünki kosmos çox sürətli bir nəfəs kimidir. O, bədənlərə xüsusi keyfiyyətlərini bir ortaq doluluqla, həyat doluluğu ilə birlikdə verir. Allah kosmosun atasıdır. Kosmos, kosmosdakı hər şeyin atasıdır. İndi diqqət yetirin. Kosmos Allahın oğludur və kosmosun daxilindəki şeylər kosmosdan gəlir. Beləliklə, Allah xəlifəni yaradır, xəlifə kosmosdakı hər şeyin atasıdır. Kosmos və ya xəlifə Allahın oğludur. Buna görə də İsa Allahın oğludur deyəndə yanlış təfsir edilən o çaşqınlıq yaranır. Yəni demək istəyirəm ki, o Allahın oğludur, lakin onların inandığı mənada deyil. O haqlı olaraq kosmos adlanır. Bu da nizam deməkdir. Çünki o hər şeyi nizamlayır, çoxsaylı doğum növlərini, heç nəyi həyatsız qoymaması faktını, fəaliyyətinin yorulması enerjisini, zəruri hərəkətinin sürətini, elementlərinin tərkibini və məxluqlarının nizamlanmasını. Bu səbəblərə görə o, haqlı olaraq zəruri şəkildə nizam adını daşıyır. Bütün canlı varlıqların hissi və düşüncəsi onlara kənardan gəlir. Beləliklə, bütün düşüncələr yaddır. Onlar sizə gəlmədir. Onlar kənardan gəlir. Onlar onların içinə üfürülür. Əl-vəsvəsul xənnas. Elə deyilmi? Vəsvəsə, cin, şeytan, hansı ki içində pıçıldayır və ya möminlərin qulaqlarına pıçıldayan mələkdən gələn naqur. Bu, hamısını əhatə edən daha böyük varlıq tərəfindən onların içinə üfürülüb. Lakin kosmos öz hissini və düşüncəsini mövcud olduğu zaman birdəfəlik qəbul etdi və onu Allahdan bir hədiyyə kimi saxlayır. Beləliklə, kosmos ilk dəfə formalaşanda qəbul etdi. Bütün düşüncələr onun daxilinə qoyuldu. Belə ki, o heç vaxt kənardan qəbul etmir. Biz daim kənardan qəbul edirik. Kosmosun daxilində bu düşüncələr artıq var. Allah bəzilərinin düşündüyü kimi hiss və düşüncənin əlçatanlığının ötəsində deyil. İnsanları belə dinsiz şeylər danışmağa vadar edən xurafatdır. Çünki mövcud olan hər şey Asklepios, Allahda mövcuddur. Allah tərəfindən var edilir və ona bağlıdır. Bunlar bədənlər vasitəsilə hərəkət edən şeylər, ruh cövhəri vasitəsilə başqa şeyləri hərəkət etdirən şeylər, ruh vasitəsilə həyat verən şeylər və köhnəlmiş olanı özlərinə qəbul edən şeylərdir. Bu, nizama müvafiqdir. Əslində, mən daha artığını deyərdim. Məsələ sadəcə o deyil ki, Allah bu şeylərə sahibdir. Həqiqət budur ki, o, bütün bu şeylərdir. O, bunları özündən kənardan qəbul etmir, o, bunları özündən verir. Yəni, bizim hamımız Allahın təxəyyülünün içində yaşayırıq. Sahib olduğumuz hər şey, bütün ideyalar və bütün varlıqlar Allahın düşüncəsi daxilində qurulmuşdur. Bu, Allahın hissi və düşüncəsidir. Biz onunla düşüncə vasitəsilə əlaqə qura bilərik. Biz onu düşüncə vasitəsilə qavraya bilərik. Çünki biz onun düşüncəsiyik və onun düşüncəsindəyik. Hər şeyi əbədi olaraq hərəkətdə saxlamaq üçün mövcud olanın ən kiçik hissəsinin belə yox olacağı bir heç vaxt olmayacaq. Hər şeyi əbədi olaraq hərəkətdə saxlamaq üçün mövcud olanın ən kiçik hissəsinin belə yox olacağı bir vaxt heç vaxt olmayacaq. Hər şey əbədi yaşayacaq. Mən mövcud olanın ən kiçik hissəsi dedikdə əslində Allahın ən kiçik hissəsini nəzərdə tuturam. Çünki mövcud olan hər şey Allahdadır. Heç nə ondan kənarda mövcud deyil və o, var olan heç nədən kənarda deyil. Əgər bu şeyləri başa düşsən, Asklepios, onlar sənə doğru görünəcək. Əgər onları başa düşməsən, onlara inana bilməyəcəksən. Və bu, burada çox vacib bir bəyanatdır. Çünki ilk dəfə olaraq düşünürəm ki, siz başa düşürsünüz və ya dərk edirsiniz ki, iman əbədi olaraq başa düşmək ilə bağlantılıdır. Bir şeyi başa düşmürsünüzsə, ona heç vaxt inana bilməzsiniz. Bu qeyri-mümkündür. Bir şeyə inandıqlarını deyən, lakin onu başa düşməyənlər yalan danışırlar. Beləliklə, siz başa düşməlisiniz, oxumalısınız, izləməlisiniz, diqqətinizi cəmləməlisiniz. Başa düşmək inanmaqdır.
İnanmamaq başa düşməməkdir. Başa düşmürsünüzsə, əslində inanmırsınız. İnanmaq başa düşməkdir. Mənim sözüm logos səni həqiqətə doğru aparır, lakin ağıl güclüdür. Söz ağlı müəyyən bir nöqtəyə apardıqdan sonra ağıl sözdən irəli keçə və həqiqətə özü çata bilər. Yaxşı, söz kim idi? Söz İsa'ya verilən adlardan biri deyildimi? Və ağıl Muhammedə verilən ad idi, elə deyilmi? Və biz bilirik ki, İsa Cəbraildir, düzdür, yoxsa səhv? Və biz gecə səyahəti, Merac haqqında bilirik, elədir ya yox? Mənim sözüm İsa səni gecə səyahətində həqiqətə doğru aparır, lakin ağıl güclüdür. Muhammed güclüdür. Söz ağlı müəyyən bir nöqtəyə apardıqdan sonra ağıl sözdən irəli keçə və həqiqətə özü çata bilər. Ağıl bütün bu şeyləri hərtərəfli düşündükdə və onları məntiqin artıq işləyib hazırladığı şeylərlə harmoniyada gördükdə, o zaman o artıq inanır və o gözəl iman içində rahatlıq tapır. Ağıl bütün şeyləri hərtərəfli düşündükdə və sonra onları məntiqin artıq izləyib hazırladığı şeylərlə harmoniyada gördükdə, o bir şey eşidir, onun üzərində təfəkkür edir, düşünür, öz-özünə deyir. Hə, bu doğru görünür, inanmaq budur. O zaman o artıq inanır, lakin siz bir şeyi eşidib, onun haqqında heç düşünmədən, hə, mən buna inanıram deyə bilməzsiniz. Bu qeyri-mümkündür. O yerinə oturuşmalıdır, həzm edilməlidir, başa düşülməlidir. Beləliklə, deyilənləri başa düşməkdə Allahın kömək etdiyi kəslər üçün bu təlimlər inanılacaq kimidir. Başa düşməyənlər üçün isə onlar həqiqətən inanılmazdır. Qoy bu düşüncə və hiss haqqında bu qədər kifayət olsun. Zümrüd pərdə. Gəlin zümrüd pərdə haqqında danışaq, çünki bu fəslin bizi gətirib çıxardığı yer buradır. Zümrüd pərdə Muhammed Peyğəmbərin yüksəlişi hədisi. Əbu Bəsir Əbu Əbdullah əleyhissalamdan soruşdu, sənə fəda olum. Allahın rəsulu neçə dəfə meyraca aparılıb? O dedi, 2 dəfə. Meyrac bir dəfə deyil, 2 dəfə baş verib. Cəbrail ondan bir yerdə dayanmağı xahiş edərək dedi, elə oradaca gözlə ey Muhammed. Sən elə bir yerdə dayanmısan ki, səndən əvvəl orada heç bir mələk və ya nəbi dayanmayıb. Rəbbin dua edir. O sallallahu aleyhi və aleyh soruşdu. Ey Cəbrail, o necə dua edir? Cəbrail dedi, o Subhanahu və Taala buyurur, Subbuh və Quddus, mən mələklərin və ruhun Rəbbiyəm. Mənim mərhəmətim qəzəbimi aşır. Sonra o sallallahu aleyhi və aleyh dedi, Ya Rəbb, əff et, əff et. Sonra İmam əleyhissalam dedi, bu Allahın dediyi kimi idi. Və o 2 yay uzunluğu məsafəsində və ya daha yaxın idi. Əbu Bəsir sonra soruşdu, sənə fəda olum, 2 yay uzunluğu və ya daha yaxın nədir? O əleyhissalam dedi, bu Qövs ilə yayın başı arasındakı məsafədir. O qədər yaxın idi. Sonra o dedi, onların arasında parlayan və yellənən bir pərdə var idi. O dalğalanırdı. O zəbərcət və ya zümrüd idi. O Allahın əzəmət nurundan istədiyi şeyə, iynə ucu boyda bir yerə baxdı. Allah Subhanahu və Taala buyurdu, ey Məhəmməd. O dedi, Ləbbeyk Rəbbim. O Subhanahu və Taala buyurdu, səndən sonra şiyələrini kim hidayət edəcək? O sallallahu aleyhi və aleyh dedi, Allah ən yaxşısını bilir. Allah Subhanahu və Taala buyurdu, Əli İbni Əbu Talib möminlərin əmiri, müsəlmanların ağası, alınlarında parıltı nişanəsi olanların rəhbəri olacaq. Ravi dedi ki, sonra Əbu Əbdullah Əbu Bəsirə dedi, ey Əbu Muhammed, Allaha and olsun ki, möminlərin əmiri Əli İbni Əbu Talib əleyhissalamın vilayəti yerdən gəlməyib, lakin o səmalardan açıq aydın danışılan sözlərlə gəlib. Beləliklə, hekayə budur, hədis budur. Peyğəmbər meyrac edir, nə baş verir? O, canişini haqqında
vilayət haqqında məlumatlandırılır. O haradadır? O zümrüd pərdənin, zümrüd örtüyün qarşısındadır. Və bu Hermes Trismegistusun sözlərini oxumaqla gəlib çıxdığımız hədisdir. Hansı ki o həm də Totdur və Tot bizə bir şeyi xatırladır. Bu bizə o faktı xatırladır ki, o Totun zümrüd lövhəsi adlanan bir şey yazıb. Və bu maraqlıdır, elə deyilmi? Lakin buna keçməzdən əvvəl gəlin burada bir adım geri çəkilək və hədisin nə dediyini araşdıraq. Hədis əslində bunu deyirdi və biz bu mühazirələr seriyasında xeyli əvvəl bu slaydı nəzərdən keçirmişdik. Biz dedik ki, 7 səma var, elə deyilmi? 7 səma və 7 yer və bunlar 7 aləm və ya 7 mövcudluq dünyasıdır. Və dedik ki, yuxarıda, lap burada, təpədə, bərzax olan bir yer var. Bu bir növ pərdələnmiş yerdir. Bu bərzəxdir. Bu Allah ilə yaradılış aləmləri arasında vasitəçi olan divarlı bir sahədir. Və biz bilirik ki, Muhammed sallallahu aleyhi və aleyh Meracda yer üzündəki ən aşağı nöqtədən ta səmalar boyu yuxarıya yüksəldi. Rəvayətlər deyir ki, o səmaların müxtəlif səviyyələrində bir çox peyğəmbərlərlə görüşür. Bir səviyyədə Musa ilə görüşür, bir səviyyədə Yusiflə görüşür, bir səviyyədə İsa ilə görüşür və sonra nəhayət o ən təpədə, ondan əvvəl heç kimin çatmadığı bir nöqtəyə çatır. Buradakı bu nöqtə həmin zümrüd pərdənin nöqtəsidir. Muhammed Peyğəmbər sallallahu aleyhi və aleyh pərdəni açır və pərdədən boylanır və o fəna olur. O pərdə ilə bir olur. Və o pərdə ilə bir olduqda Muhammed Peyğəmbər yenidən yer üzünə enir və o yenidən yer üzünə endikdə və bu o deməkdir ki, yuxarıda olan o pərdə də artıq yer üzünə enib. Başa düşdünüz? Lap yaxşı. Gəlin Totun zümrüd lövhəsinə baxaq. Bu zümrüd lövhə nə deyir? Bu Hermes Trismegistusun real bir yazısıdır. Və onun ən qədim yazılı nüsxələri Muhammed Peyğəmbərin və imamların dövrünə gedib çıxır. Və o əslində ərəb dilində mövcud idi. Və onlar deyirlər ki, bu ərəb yazıları açıq-aydın daha qədim Süryani mənbələrindən və ya əvvəllər digər dillərdə mövcud olan bəzi mənbələrdən köçürülüb. In Arabic, and they say that these Arabic writings were clearly copied from older Syriac sources or some sources that exist in other languages from before. So it's a Beləliklə bu çox qədim bir mətndir. Çox uzun müddətdir mövcuddur və bu İslamdan əvvəlki mətndir. Bu nə deyir? Qısa bir mətndir və deyir: Həqiqət şübhə yoxdur ki, bu doğrudur. Bunun həqiqət olduğuna heç bir şübhə yoxdur. Həqiqətən ən yuxarıda olan ən aşağıda olandandır və ən aşağıda olan ən yuxarıda olandandır. Yuxarıda necədirsə aşağıda da elədir və yuxarı aşağıdandır və aşağı yuxarıdandır. O möcüzələri bir olandan işləyib hazırladı. Necə ki bütün şeylər bir olandan, bir plan vasitəsilə, bir düşünülmüş aktla gəlir. Onun atası günəşdir, anası aydır. Külək onu öz bətnində daşıdı və bu əlkimyəvi rəsmləri görənlər bilər. Bunlar əsasən küləyin onu bətnində daşımasını təmsil edən əlkimyəvi rəsmlərdir. Bu zümrüd lövhənin bir illüstrasiyasıdır. Yer onu qidalandırdı, talismanların atası, möcüzələrin qoruyucusu, kamil gücləndirici. Od torpağa çevrildi, torpağı oddan ayır. Yumşaq, zərif, mülayim, incə olan, kobud, sərt, dərrakəsiz, qaba olandan daha nəcibdir. Mülayim varlıq və hikmətlə o, yerdən səmaya yüksəlir və səmadan yerə enir və onda ən yuxarıda olanın və ən aşağıda olanın gücü var. Madam ki, nurların nuru onunladır, buna görə də qaranlıq ondan, güclərin gücündən qaçıb gedir. Əlkimyaçılar, onlar hesab edirdilər ki, Totun zümrüd lövhəsi bir növ reseptdir və ya əslində bir tapmacadır ki, kim onu həll edə bilsə, fəlsəfə daşını tapa bilər. Elə deyilmi?
Və xatırlayın, biz fəlsəfə daşı haqqında danışarkən dedik ki, onlar fəlsəfə daşının bu ilkin maddədən, kosmosun qalan hissəsinin ondan yaradıldığı bir şeydən, kosmosdan əvvəl mövcud olan bir şeydən hazırlandığına inanırdılar. O, Allah ilə yaradılış arasında pərdə olan o orijinal maddədir. Çünki bütün digər şeylər ondan yaradılmışdı. Aydındır? Lap yaxşı, beləliklə o hər şeyə qalib gəlir. Yumşaq, zərif, mülayim, incə olan hər şeyə, çobud, sərt, dərrakəsiz, qaba olan hər şeyə daxil olur. Makrokosmosun yaradılışına qarşı bu iş yaradıldı. Bu mənim şöhrətimdir və buna görə də mənə Hermes, hikmətlə 3 qat və ya 3 dəfə ən böyük adı verilib. Bəs buradakı əlaqə nədir? Zümrüd lövhə əsasən deyir, aşağıda olan yuxarıda olan kimidir ki, tək şeyin möcüzələri həyata keçsin, aydındır. Bütün şeylər vahid olandan, vahid olanın planı vasitəsilə meydana gəldi. Və eləcə də bütün şeylər bu tək şeydən, o ilkin maddədən doğulur. İmam Əhməd Əl-Həsən əleyhissalam Tövhid kitabında nə deyir? O deyir, 1-ci nöqtə Quran, Muhammedin nur, bütün yaradılışın onun vasitəsilə idarə olunduğu və tanındığı reallıqdır. 1-ci nöqtə Qurandır. Məhəmməd ilə Allah arasındakı pərdədir. Böyük ərşin siradiqidir. Bu pərdə, bu zümrüd pərdə, Quran idi və Quran yaradılışdan əvvəl mövcud idi. Və Quran yaradılış ilə Allah arasında bu ilkin maddədir. Bu həmin reallıqdır. İmam Əhməd Əl-Həsən əleyhissalam deyir ki, bütün din, bütün adlar, bütün sifətlər, Allaha gedən bütün yollar bu bir xəlifədə cəmləşib. Pərdə ilə qarışmağı bacaran xəlifə, nöqtə və ba və Bismillah və Quran və bütün din Allahın yer üzündəki xəlifəsidir. Muhammed ən yuxarıya qədər gedir, ilkin maddə parçalanır, onu yenidən aşağı gətirir. O, yerdən səmaya qalxır və yenidən yerə inir. Başa düşdünüz? O, yerdən səmaya qalxır və yenidən yerə inir və beləliklə yuxarıda və aşağıda olan şeylərin gücünü toplayır. Tövhid kitabı. Muhammed Peyğəmbər Meyracda zümrüd pərdəyə yüksəlir. Yoxluq arasında dalğalanır. Allahdan başqa heç kim qalmır və mənə qaytarılır. O yuxarıda olan şeylər vahid qəhhar ilə aşağıda olan Rəhman və Rəhim arasında cəm edir. Beləliklə lövhədəki tək şeyin qalxması və enməsi, ağlın zümrüd pərdəyə doğru yuxarı meyracı və eyni reallığın Quran, daş və ya qaim olaraq yerə aşağı enməsi ilə uyğun gəlir. Və buna görə də yuxarıda Muhammed var, burada aşağıda isə qaim var. Tək şey, ilkin maddə, pərdə yuxarı ilə aşağı arasındakı bütün dövrəni səyahət edir. İslamda bu, həqiqətən yaradılışa gedən Muhammədi reallıqdır. Hermesin zümrüd lövhəsi, İmam Əhməd Əl-Həsən əleyhissalamın açıq şəkildə, Allahın üzü, Quranı, Muhammədi reallıq. Xəlifə reallığı kimi təsvir etdiyi eyni tək şeyin, ilkin maddənin, pərdənin İslamdan əvvəlki simvolik təsviridir. Lövhə səma ilə yeri birləşdirən və qaranlıqdan xilas edən tək şeydən danışır. Bütün ulduz bu səmaların və yerin birləşməsi haqqındadır. Bu, onun simvoludur. Bu, yuxarı ilə aşağının birlikdə qarışmasıdır. O birlikdir. Lövhənin danışdığı budur. Birləşdirən tək şey Əhməd, birləşdirən səmanı və yeri və qaranlıqdan xilas edən. İmam onu açıq şəkildə Allahın hər dövrdəki əhdi və xəlifəsi adlandırır ki, bu da qaimdə zirvəyə çatır. Allah sizi qorusun dostlarım və Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.